Hamınıza salamlar dostlar. Bugünlərim mən sizə internetdə necə pul qazana bilərsiniz onun yollarını göstərəcəm. Əvvəlcə Milli Coin proqramımıza keçid edirik. Onu da qeyd edim ki, əvvəllər çətin idi Milli Coin. İndi isə asanlaşdırılıb son günlərdə. Son 2-3 ay ərzində proqram daha da asanlaşdırılıb. Onu qeyd edim ki, əvvəla proqram çox qorxusuz, yəni heç bir qorxusu olmadan oynaya biləcəyiniz bir proqramdır. Hal-hazırda gördüyünüz kimi 18 manat 42 qəpik var. Balansım 30 manatın 30 azın olanda çıxarda bilirəm. Və bunu dedim ki, burada oyunlar oynayaraq pul qazana bilərsiniz və hər saat 1 saatdan bir proqram sizə özü 200 coin verir. Yəni hər 100 coin ilə 1 qəpik, yəni 2 qəpik verir bir saatdan. Qeyd edim ki, hər səviyyə qalxdıqdan bir, hər 14 səviyyədən sonra, yəni səviyyəniz qalxdıqca proqram sizin saatlıq verdiyi qəpiyi də artırmağa başlayacaqdır. Burada gördüyünüz kimi 2x də var. Yəni 2x edib gündə saatlıq qazancınızı 2 qat artıra bilərsiniz dostlar. Və daha sonra indi video çevriləcək dostlar. Mən videodan sonra danışıram ona görə. Burada gördüyünüz kimi oyunlar var. Oyunlarda iştirak etmək üçün VIP statusu almaq lazımdır. Yəni VIP statusu gördüyünüz kimi qiymətlər qarşınızdadır. Yəni hər qiymətə VIP statusu var. O aşağıdakı bütün oyunları VIP-lə almaq lazımdır. Ondan sonra dostlar, hər səviyyəniz qalxdıqca, yəni hər bir səviyyə atladıqca sizə bu Grand Box, yəni sandıq açma verəcəkdir hər bir səviyyədən bir. Hər o səviyyələrdə də yəni sizə gözəl qəpiklər zətdə verəcək. Yəni belə qeyd edim ki, siz hər səviyyə qalxdıqca 10 qəpik, 15 qəpik qazana bilərsiniz də, yəni ki, sizə yaxşı qəpiklər verəcək. İndi mən istifadə etmişəm 635 coin verirdi. Bu 635 coin 6 qəpikdir. Yəni 6 qəpikdir. İndiyənə kimi çox adamlar buradan, yəni gördüyünüz kimi 89 yığımla 42890 coin yığıb. Keçək yenə ana səhifəyə. Ana səhifəyə keçdikdə dostlar, aşağılarda Reflayer bölməsinə gedirik. Reflayer mənim 2 reflayerım var və ikisi də deaktiv, yəni heç bir oynamır. Buradan reflayerlar, yəni öz linkinizi, bax görün reflayer linki budur. Reflayer linkini kopyalayıb dostlarınıza atırsınız və onlar siz addan qeyd edin gəzirlər və dostlarınız hər 14 səviyyədən yuxarı olanda, yəni dostlarınız 14 səviyyədən yuxarı olduqdan sonra onun qazandığı coinlərin 10%-dən əlavə olaraq şirkət özü sizə 10%, yəni 1000 coin qazansa 1000 10%-i 100. 100 coin şirkət o 1000-dən sıvayı siz ödəyəcəkdir. Bax belə qeyd edin. Buradan paylaşa bilərsiniz. Mənim 2 dənə reflerim var. Biri bloklanıb, biri isə heç bir yəni oynamır, etmir. Ona görə də hal-hazırda işlək vəziyyətdə deyil, aktiv deyil. Daha sonra dostlar, burada yəni başqa bot hesablar açıb, burada aldatmaq olmur bunu. Yəni hesablarınız bloklana bilər. Ona görə də belə şeylər etməyin. Qayıdaq yenə ana səhifəmizə. Gördüğünüz gibi dostlar, buradaki oyunlarda pul vurarak oynayabilirsiniz. Burada oyunlar var ki, pul vurarak özünüz oyunlara katılırsınız, qalib ola bilərsiniz, olmaya da bilərsiniz. Ona görə də elə şeylərə getməyin. Burada sual-cavab oyunu var dostlar, sual-cavab oyunu. Həmin bu sual-cavab oyununda da suallar gəlir. Burada digər sual keçə bilərsiniz. Yəni xoşlamadığınız suallar keçə bilərsiniz. Bu suallara düzgün cavab verdikdə hər bir sualda 10 milli coin verir. Amma əgər sualı səhv tapsanız 10 coin sizin balansınızdan çıxarılacaqdır. Buna görə də hər sualı düzgün cavablamayın. Yəni məsələn burada 10 dənə sual cavablasam 1 qəpik edir. Yəni 100 coinin 1 qəpik edir. Ona görə də 100 coin edir. Amma əgər bir səhvinizdə 10 milli coin çıxacaqdır. Məsələn burada deyir ki, Məkkə şəhəri hansı ölkənin şəhəridir? Təbii ki, də Ərəbistanın şəhəridir. Ərəbistanı seçək. Ərəbistan seçdik və sual doğru məsələn 10 coin verdi. Dostlar bunu indi yığmağa vurursunuz, orada üstlərə yığmaq. Və sizi ana səhifəyə atacaq. Oradan da yığma aşağı inirsiniz, yığmağa vurursunuz. 10 coin orada. Və beləliklə dostlar, videomuzun sonuna gəldik. Bizi izləməyi və takipdə qalmağı unutmayın ki, bu tarz videoların gəlməsini qaçırmayasınız. Və bundan da əlavə digər proqramlarda o tapdıqca, topaladıqca sizlərə paylaşacaq dostlar. Və buna görə də səhifəni takip etməyi yaddan çıxartmayın.